Son illərin ən böyük problemlərindən biri olan kəndlərin sürətli şəkildə boşalmasından danışacağıq. Mövcud problem əsasən ucqar rayonlarda özünü daha çox biruzə verməkdədir. Əməkdaşımız Rəşad Vəkiloğlu Ucqar Dağ rayonu olan Yardımlının evləri boş qalan kəndlərindən birində olub. Azərbaycan Ucqar Dağ rayonlarından olan Yardımlı bu səfalı bölgə əhalisi kəndlərdən paytaxt Bakıya köç edən rayonlar arasında birincilər sırasındadır. Rəsmi statistikaya görə 2016-cı ildə rayonun 88 yaşayış məntəqəsində 64.225 nəfər sakin qeydiyyatda idisə, hazırda bu rəqəm 69.214 nəfərdir. İnsanlar köç etmələrinə səbəb kimi işsizlik və sosial çətinlikləri göstərir. Yəni bu kimi problemlər onları paytaxta üst tutmağa vadar edir. Son illər əhalisi gündən-günə azalan və daha çox da köç prosesinin müşahidə olunduğu rayonlardan biri Yardımlıdır. Hazırda biz rayonun ən ucqar kəndlərindən biri olan Arvanadayıq. Bildirilir ki, burada əhalinin sayında da son illər xeyli azalma var. Hansı ki, 2000-ci ildə əgər bu kənddə 2000-ə yaxın əhali yaşayırdısa, indi bu əhalinin sayı 250 nəfər təşkil edir. Rayon mərkəzindən təxminən 35 kilometr aralıqda yerləşən və sərhəd kəndlərindən biri olan Arvana kəndində də infrastrukturun zəif inkişafı, su, qaz və digər təchizatların olmaması, eləcə də işsizlik bu kənddə bir çox ailələri öz ata-baba yurdlarını tərk edib şəhərə köçməyə məcbur edib. Hazırda boş qalan bu ev kimi vaxtilə bu kənddə 100-dən artıq ev və təsərrüfat olub. İndi evlər yerindədir, ancaq qapısı bağlı qalan bu ev kimi kənddə ondan artıq ev bu vəziyyətdə boş qalıb. Buna səbəb isə əgər başda işsizlik durursa, daha sonra isə sosial təminatın bu kənddə zəif olmasıdır. Şəhərə getməkləri kənddə yaşayışın səviyyəsini aşağı salır, məktəblərimizdə şagird sayı gündən-günə azalır. Bu da gələcək nəslin kənddən tamamilə getməsinə gətirib çıxara bilər. Tək mən yox, yəni bizim kənddən köçən adamların demək olar ki, 70% susuzluq səbəbindən köçüb. Əkin, tökin, heyvandarlıq hamısı susuzluq səbəbindən məhv olub. Sosial çətinliklərə baxmayaraq öz yerlərini tərk etməyənlər də var. Sayları az olsa da, onlar əsasən yaşlı nəsil və kənddə işlə təmin olunan şəxslərdir. Kənddə su problemi var. Əsas problemlərdən biri, bir də ki, qazın olmaması səbəbindən kütləvi köç olur. Heç olmasa bizim cavanlar geri qayıtsın. Bunun da səbəbi sosial problemlərdir. Qazdır, sudur. Bunlar yəni bu gün öndə olan qazdır. Meşə problemi bizdə ən böyük problem. Yardımlı rayon Sırıq kənd sakini 62 yaşlı Əflatun Muradov da kəndi şəhərə dəyişməyənlərdəndir. Öz zəhməti və dövlət dəstəyi ilə gənc yaşlarından rayonda fermer və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Öz evlərini boş qoyub şəhərə köçənlərə də çağırışı da var. Ölənə kimi də mən bu öz işimi davam elətdirəcəyəm və Yardımlıdan getmək fikrimdə yoxdur. İnsanlar istəsə hər yerdə özünə şərait var. Çağırışım odur ki, qayıtsınlar, öz rayonlarında iş qursunlar, işləsinlər. Millət vəkili Naqif Həmziyevin sözlərinə görə kənddən şəhərə köç təkcə ölkəmizdə deyil, hazırda dünyanın əksər ölkələri üçün xarakterikdir. Biz bacardığımız qədər çalışmalıyıq ki, kənd şəraitində də insanların həyatını asanlaşdıraq, rahatlaşdıraq, onların gəlirlərini artıraq və nəticə etibarilə insanların kənddə yaşamasına şəraiti artıraq. Bu olmayacağı təqdirdə biz yaxın 10 ildə kəndlərdə insanların azalacağına şahidlik edəcəyik. Naqif Həmziyev bildirir ki, bu problemlərin həllinə sistemli yanaşılmalıdır. Xüsusilə gənclərin kəndlərdə qalması, yaşaması və işləməsi üçün yeni proqramlar hazırlanmalıdır. Regionlarda məşğulluğun artırılması və sosial şəraitin yaxşılaşdırılması kənddən şəhərə köçün qarşısını almaqda mühüm rol oynaya bilər. Savadlı kadrların məhz kənddə yaşayan əhali arasından seçilərək formalaşdırılmasına da fikir verməliyik. Bəlkə də bizim universitetlərdə bu kənd təsərrüfatı ilə bağlı olan kolleclər var. O kolleclərdə məhz kənd yerində yaşayan gənclərə xüsusi güzəştlər verilməlidir ki, onlar ilə birbaşa həmin kolleclərdə, universitetlərdə daha rahat oxusunlar, ora daha rahat qəbul olsunlar və nəticədə onlar artıq kəndə qayıtmaq yoluna
rayonu seçsinlər. Çünki onlar mütəxəssisdirlər və kənddə yaşasalar daha yaxşı olar. Millət vəkili hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən xüsusi proqramın hazırlandığı anonsunu da verib və bildirib ki, proqram 2026-cı ildə qüvvəyə minəcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər yardımlı.